Xahiş edirəm sizdən mənə kömək edəsiniz. Zabrat icra nümayəndəsi qeyri-qanuni heç bir əsas, heç bir qərar, heç bir sərəncam və əmr olmadan evimi sökmək istəyir və mənə şifahi xəbərdarlıq edib və məktubsuz, tarixsiz boş xəbərdarlıq kağızı verib. Bildirib ki, güya əmlak xidməti sökülməsini bildirib. Halbuki əmlak o barədə heç nə bildirməyib. Mənə nə əmlak xidməti, nə fövqəladə hallar, nə Dövlət Şəhərsalma, nə Arxitektura Komitəsi, nə də Savunçu İcra Hakimiyyəti evimin sökülməsi barədə rəsmi məktubla xəbərdarlıq göndərməyib və hər hansı barədə qərar və ya sərəncam və ya əmr göndərməyib və mənə bildirir ki, qonşum xəqani və əvəzlə razılığa gəlsəm sökməyəcək. Zabrat nümayəndəsi Həmid Qarayev qeyri-qanuni evimi 20.06.2026-cı il tarixdə saat 10 radələrində sökəcəyini bildirib və deyib ki, güya evin damını mən söksəm evimi sökməyəcək. Xahiş edirəm sizdən, bu qanunsuz hərəkətlərdən məni qoruyasınız. Mənim evim olan yerdə heç kəsin çıxarışı, qıpçası yoxdur. Elə xəqani əvəzin də evlərin çıxarışı yoxdur. Onların evləri qanunsuz tikildi. Sökülməli olsa gərək ərazidə bütün evlər sökülməlidir. Necə olur? Mən şikayət edirəm, bacısı Qətibənin qanunsuz çardağını sökmürlər. Baxmayaraq ki, Fövqəladə Hallar Dövlət Şəhərsalma Arxitektura Komitəsi çardağının sökülməsi qərarını verib.